İranın cavab ehtimalları nə ola bilər? Yaxın Şərqdə gərginliyin növbəti mərhələsi. İran uzun illər ərzində həm ölkə daxilində, həm də regionda çoxsəviyyəli hərbi imkanlar yaradaraq, bu strategiyanı əsasən ABŞ-ın mümkün hücumlarını çəkindirmək məqsədi ilə qurmuşdu. Lakin ABŞ İsrailin 13 iyun tarixində İrana qarşı başlatdığı hərbi əməliyyatlara dəstək verməklə bu çəkindirici strategiyanın son əsaslandırmasını da ortadan qaldırmış ola bilər. Bu vəziyyət Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı yeni hücumlar, qlobal enerji bazarına təsir edəcək strateji boğazların hədəfə alınması və ya İranın nüvə silahına sahib olmağı yönəlmiş addımlar atması ehtimalını gücləndirir. ABŞ-ın dünənki hücumundan sonra İran bir neçə variantla cavab verə bilər. 1. Hörmüz boğazının bağlanması riski. Hörmüz boğazı dünyada ticarət olunan neftin 20%-nin keçdiyi dar bir keçid nöqtəsidir. Ən dar yerində 33 kilometr olan bu boğazda istənilən hərbi qarşıdurma qlobal neft qiymətlərində kəskin artıma səbəb ola bilər. İran bu bölgədə sürətli hücum katerləri və minlərlə dəniz minası yerləşdirdiyini bəyan edib. Bundan əlavə, İranın müttəfiqləri, xüsusilə Yəməndəki Husi üsyançıları, Fars körfəzindən raketlər atmaqla ABŞ və onun müttəfiqlərinə təzyiq göstərə bilər. ABŞ isə bölgədə yerləşən 5-ci donanması ilə dəniz ticarət yolunun açıq qalacağına zəmanət verəcəyini bildirir. Lakin qısa müddətli də olsa bir qarşıdurma, beynəlxalq investorları qorxuda, dəniz nəqliyyatını iflicədə və siyasi təzyiqləri artıra bilər. 2. ABŞ-ın bölgədəki bazalarına və müttəfiqlərinə hücum ehtimalı. İran, ABŞ-ın regionda yerləşən hərbi bazalarını, o cümlədən Küveyt, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki daimi mövqelərini birbaşa hədəf alma potensialına sahibdir. Bu bazalar yüksək texnologiyalı hava hücumundan müdafiə sistemləri ilə təchiz olunsa da, İrana yaxın olmaları səbəbilə xəbərdarlıq vaxtları azdır. İran həmçinin bu ölkələrin neft və qaz infrastrukturlarını da hədəf ala bilər. 2019-cu ildə Səudi Ərəbistanında 2 əsas neft obyektinə dronla edilən hücum qısa müddətə olsa da krallığın istehsalını yarıya endirmişdi. Hərçənd hücuma Husi üsyançıları məsuliyyət götürmüşdü, Qərb ölkələri hücumun arxasında İranın dayandığını hesab edirdi. 3. Regional müttəfiqlərin aktivləşdirilməsi. İranın müqavimət oxu adlandırılan hərbi müttəfiqlər şəbəkəsi, Həmas, İslami Cihad, Hizbullah, Husi üsyançıları və İraq milisləri hələ də ciddi təhlükə yarada bilir. 7 oktyabr 2023-cü ildə Həmasın İsrailə qarşı hücumundan sonra bölgədə genişlənən müharibə bu qrupları zəiflətsə də, İran bəzi silahlı qrupları hələ də aktivləşdirə bilər. Xüsusilə Husi üsyançıları və İraqdakı Şiə milisləri dron və raket hücumları ilə ABŞ qüvvələrini və onun regiondakı müttəfiqlərini hədəfə ala bilərlər. Livandakı Hizbullah ötən payız İsrailin ağır zərbələrinə məruz qalsa da, tamamilə sıradan çıxmayıb. Digər tərəfdən İran daha uzaq bölgələrdə də, məsələn, 1990-cı illərdə Argentinada Yahudi mədəniyyət mərkəzinə edilən hücum kimi terror aktları təşkil edə bilər. 4. Nüvə proqramının sürətləndirilməsi. ABŞ-ın İrana qarşı son hava zərbələri 3 əsas nüvə obyektini hədəfə alıb. Lakin ekspertlər bu zərbələrin İranın nüvə silahı istehsalını yalnız gecikdirəcəyini, tamamilə dayandırmayacağını bildirirlər. İran proqramını ölkə daxilində müxtəlif yeraltı və möhkəmləndirilmiş obyektlərə yayaraq ehtiyatlı şəkildə qoruyub. İran vəziyyət daha da gərginləşərsə, Beynəlxalq Atom Enerjisi Agentliyi MAGATE ilə əməkdaşlığı tam dayandıra, eləcə də nüvə silahlarının yayılmaması müqaviləsindən çıxaraq Şimali Koreya modelinə keçə bilər. Xatırladaq ki, Şimali Koreya bu müqavilədən 2003-cü ildə çıxaraq 2006-cı ildə ilk nüvə sınağını keçirmişdi. İran hələ də proqramının dinc məqsədlərlə həyata keçirildiyini iddia edir. Lakin 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatı ilə texniki olaraq silah səviyyəsinə, yəni 90% zənginləşdirməyə bir addım məsafədədir. ABŞ və MAGATE-yə görə İranın 2003-cü ildən sonra təşkilatlanmış hərbi nüvə proqramı olmayıb. Qeyd edək ki, Yaxın Şərqdə nüvə silahına sahib olan yeganə dövlət kimi İsrail göstərilir. Baxmayaraq ki, İsrail bu silahların mövcudluğunu rəsmi şəkildə təsdiqləmir. 5. ABŞ və İsrailin cavab potensialı. Hərbi baxımdan ABŞ və İsrailin texnoloji və əməliyyat imkanları İrandan qat-qat üstündür.
Lakin yaxın şərqdəki son 10 illiklərdəki təcrübələr göstərir ki, texniki üstünlük həmişə siyasi və strateji uğurla nəticələnmir. ABŞ-ın İraqda, Əfqanistanda və Suriya əməliyyatlarında olduğu kimi, nəticələr uzunmüddətli qeyri-müəyyənliklə müşahidə oluna bilər. Bu səbəbdən İranın verəcəyi cavab istər birbaşa hərbi qarşılaşma, istər nüvə silahına yönəldilmiş addımlar, istərsə də qeyri-sabitlik yaratmaq məqsədi ilə dolaylı hücumlar yaxın şərqdə yeni və daha təhlükəli mərhələnin başlanğıcı ola bilər. Nəticə olaraq deyə bilərik ki, ABŞ-ın İsrailin yanında müharibəyə aktiv şəkildə daxil olması İran üçün ehtiyat qüvvələrini saxlamağın əsas səbəbini aradan qaldırmış görünür. Bu isə Hörmüz boğazının bağlanmasından tutmuş, ABŞ bazalarına hücumlara, regional qrupların aktivləşdirilməsindən nüvə fəaliyyətlərinin genişləndirilməsinə qədər bir sıra risklərin reallaşa biləcəyini göstərir. İranın cavabı həm regional sabitliyi, həm də qlobal enerji və təhlükəsizlik dinamikasını sarsıda bilər. Bu mərhələdə əsas sual budur ki, İran bu eskalyasiyanı müvəqqəti cavabla məhdudlaşdıracaq, yoxsa daha geniş miqyaslı qarşılaşmaya gedəcək?